Sosial şəbəkələrdə qanunsuz onlayn şans və mərc oyunları asan qazanc, yüksək bonus və pulsuz balans vədləri ilə insanları riskli fəaliyyətlərə cəlb edir. Bu cür platformalar istifadəçilərin pul və şəxsi məlumatlarının oğurlanması, hüquqi məsuliyyətlə üzləşməsi ilə nəticələnir. Hüquqşünas Rəsul Cəfərov bildirir ki, ölkəmizdə rəsmi qeydiyyatdan keçməmiş onlayn şans və mərc oyunlarının təşkili qanunla qadağandır. Qanunsuz mərc oyunları eyni zamanda deməli, həmin oyunların təşkili, keçirilməsi və s. ilə bağlı bizim deməli, qanunvericilikdə məhdudiyyətlər mövcuddur. Azərbaycanda icazə verilən deməli, mərc oyunları sahəsi də mövcuddur. Bizdə deməli, lotereyalar haqqında qanun, eyni zamanda idman və bədən tərbiyəsi haqqında qanun. Habelə təxminən 1 ilə qədər bundan əvvəl, bəlkə də daha az bir müddətə Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində belə deyək də, sırf həmin hissədə yaradıla bilən mərc oyunları və ya kazino oyunlarına icazələr istisna olmaqla, yəni sırf bu qanunlar əsasında keçirilən mərc oyunları, uduş oyunları və s. istisna olmaqla digər bütün növ mərc oyunları, kazino oyunları, istənilən digər formada maddi nemət, başqa bir formada uğurların əldə edilməsinə yönəlik deməli, mərc oyunları qanunla qadağandır. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin apardığı əməliyyatlardan biri zamanı xaricdə yaradılan onlayn kazino platformalarının Azərbaycan segmentini idarə edən 4 nəfər saxlanılıb. Onların ünvanlarından çoxsaylı bank kartları və elektron sübutlar aşkarlanıb. Təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Rəsul Cəfərov deyir ki, həm təşkilatçılar, həm də oynayanlar məsuliyyətə cəlb oluna bilər. Təşkilatçılar üçün ağır cəza nəzərdə tutulub. Bizim cinayət məcəlləsində 244.1-ci maddə mövcuddur. Həmin maddə çox konkret bir maddədir. Qumar oyunlarının təşkili və keçirilməsi adlanır. Maddənin dispozisiyasına, yəni anlayışına da baxanda çox aydın şəkildə göstərir ki, Azərbaycan Respublikasının ərazisində qeyd etdiyim istisnalar nəzərə alınmaqla qumar oyunlarının təşkili və keçirilməsi, eyni zamanda qumar oyunlarının keçirilməsi üçün yerlərin təşkili və həmin yerlərin saxlanılması cinayət məsuliyyəti yaradır. Onlayn mərc və şans oyunlarında oynayanlar da inzibati və cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Burada ən ağırlaşdırıcı bir bənd var, 244.1-ci maddədə. Deməli, xüsusilə küllü miqdarda gəlir əldə etmək məqsədi ilə qumar oyunlarının təşkili və keçirilməsi 4 ildən 8 ilədək azadlıqdan məhrum etməyə nəzərdə tutulur ki, bu faktiki olaraq ağır bir cinayət növü və cinayət kateqoriyasına aiddir. Yəni, oynanılması üçün imkanların yaradılması ola bilər, o cümlədən virtual məkana çıxış nəzərdə tutula bilər. Qumar oyunlarda iştirak üçün biletlərin satışı, biletlərin satışının təşkili, eyni zamanda həmin qumar oyunlarında iştirak edən şəxslər, yəni birbaşa iştirak, söhbət burada təkcə təşkil etmədən yox, həm də iştirakdan gedir. Sonda hüquqşünas vətəndaşları qeyri-qanuni onlayn şans və mərc oyunlarından çəkinməyə çağırır. Hüquqşünas kimi, vəkil kimi ümumiyyətlə tövsiyəmiz ondan ibarətdir ki, o icazə verilən, yəni o qeyd etdiyim qanunlara əsasən də icazə verilən, Azərbaycan Respublikasının ərazisində icazə verilən mərc oyunları istisna olmaqla digər bütün oyunların oynanılmasından çəkinmək lazımdır. Çünki bu ya inzibati məsuliyyət və ya qeyd etdiyim o əlamətlər varsa cinayət məsuliyyəti yaradır.